Televiziyanın kollektivi ilə keçirilən görüşdə ilk olaraq gənclərə kanalın fəaliyyət istiqamətləri, keçdiyi inkişaf yolu və yaradıcı heyət üçün təmin olunan iş şəraiti barədə ətraflı məlumat verilib. Tanışlıq çərçivəsində gənclər televiziyanın müasir avadanlıqlarla təchiz olunan efir studiyalarını gəziblər. Onlar burada əməkdaşlarla birlikdə verilişlərin, xəbər buraxılışlarının hazırlanma prosesini əyani şəkildə izləyiblər. Könüllülərə çəkiliş, montaj və səsləndirmə mərhələləri izah olunub. Bura ilk gəlişim idi. İlk gəlişim olmasına baxmayaraq məndə çox xoş təəssüratlar yarandı. Özüm də bu sahə ilə maraqlanıram və bu sahəni çox sevirəm. Burada gəlmək mənim üçün unudulmaz bir xatirə oldu. Bu gün bizim üçün çox xüsusi gündür. Çünki həqiqətən bu sahəyə marağı olan gənclər üçün bu ekskursiya çox düşərli oldu. Həm kollektivlə tanışlıq, həm texnologiya ilə tanışlıq bizim üçün çox özəl oldu. Könüllü gənclərlə televiziya kollektivi arasında səmimi diskussiya da keçirilib, gənclərin media ilə bağlı fikirləri və təkliflər dinlənilib. Bildirilib ki, bu cür layihələr onların dünyagörüşünün formalaşmasında və gələcəkdə jurnalistika sahəsinə yönələcək gənclər üçün əvəzsiz təcrübə rolunu oynayır. Müzakirələrdə iştirak etdik, həmçinin suallarımızı verdik, cavablandırıldı. Məncə bizim gənclər üçün bu görüş çox maraqlı oldu. Və inşallah belə görüşlər daha çox davamlı olar. Buranın kollektivi ilə söhbətlər elədik, həmçinin öz təkliflərimizi onlara dedik, irəli sürdük və ümid edirəm ki, onlar da bizim təkliflərimizi nəzərə alaraq həyata keçirərlər. Bu tanışlıq bizim üçün çox xoş oldu. Bu şəraiti bizə yaratdığı üçün hər bir sahəyə öz təşəkkürümüzü bildiririk. Xosrov İbrahimov, Tərlan İbrahimova, Rafət Kərimov, NTV Xəbər.